Hər vaxtınız xeyir olsun yoldaşlar. Bilirəm ki, iyul imtahanına, yəni 5-i və 16-sı imtahana gedənlərin internetdə ən çox axtardıqları suallar böyük ehtimalla hal-hazırda ekranda gördüyünüz suallardır. May ayında AS qəbuluna düşmüş bütün suallar bu videonun içərisində izah olunacaq. Tövsiyə edirəm ki, axıra qədər dinləyəsiniz və heç bir sualın üstündən keçməyəsiniz. Bilirsiniz ki, hər bir imtahan özündən əvvəlki imtahanlara çox oxşuyur. 71-ci sual Kakurodur. Gəlin həll edək. Bilirsiniz ki, sütunlar boyunca duran ədədlərin cəmi sətirlər boyunca duran ədədlərin cəminə bərabər olur. Burada 4, 11, 29 və 3-ün cəmi neçə edir? 29 ilə 11 40, üstünə də 4 gələndə 44, üstünə də 3 gələndə elədi 47. Deməli, sətirdəki ədədlərin də cəmi 47 eləməlidir. 10, üstə gəl 17, eləyir 27, üstünə də gələndə 6-nı eləyir 33, 47-dən də 33 çıxanda nə qalır? 14. Deməli, Z 14-ə bərabərdir. Z-i tapdıq və misalı həll etməyə başlaya bilərik. Yoldaşlar, 6 nəyin cəmidir? Biz bilirik ki, 29, 9-un, 8-in, 7-nin və 5-in cəmidir. Bura 7, 8, 9 yazmaq olmaz. Onlar 6-dan böyükdür. Onda 5 yazmaq olar. 5 ilə 1-in cəmi eləyir 6. Sonra 3 də nəyin cəmidir? 3 də 2 ilə 1-in cəmidir. 2-ni bura yazıram, 1-i də bura. Əgər hər hansısa bir səhv olarsa, dərhal yerini dəyişəcəm. Aşağı fikir verin, bura 9 və 1 yazmaq olmaz. Ya 8 və 2 yazmalıyam, ya da 7 və 3. Deyirsiniz ki, niyə 6 və 4 yazmaq olmaz? Çünki 29-un toplananları arasında 6 yoxdur. 7 və 3 yazaraq yoxlayıram. Səhv çıxsa dəyişəcəm ədədləri. Bilirsiniz ki, 4-də 1 ilə 3-ün cəmidir. 1-in qabağına 1 yazmaq olmaz. Onda bura 3 yazıram, burada 1. Yoldaşlar, 29-dan 5 və 7-ni çıxanda, 12 çıxanda 17 qalır. 17 də nəyin cəmidir? 9 ilə 8-in. Əgər biz bura 9 yazsaq, fikir verin, burada bir dənə də 1 yazmalı olacaq ki, ədədlərin cəmi 14 eləsin. Sətir və sütunlarda da təkrarçılıq olmaz deyə 9-u bura yaza bilmirik. Onda 9-u yuxarı, 8-i aşağı yazırıq. 8, 3, 11, üstünə də 1 gələndə 12, 2 də gəldim 14, 1, 2 və 3-ün cəmi 6, üstünə də 5 gəldim 11 və həqiqətən də 1, 5, 9 və 2-nin cəmi 17 eləyirmi? Bəli, eləyir. Deməli, bütün hərfləri düz tapdıq. Z 14, A 3, M 2, I 7 və N 1. Bütün bunları toplayırıq və cavab eləyir 27. Növbəti suala keçirik. 72-ci sual. Bir 4 komandanın qatıldığı futbol yarışında hər komandanın digər komandalarla bir oyun keçirdiyi məlumdur. Oyunda qalib gələn komandaya 1 xal, uduzan komandaya heç bir xal, bərabərlik qazanan komandaya isə qalib gələn komandaya 3 xal, bərabərlik qazanan komandaya 1 xal, uduzan komandaya isə xal verilmiş. Yarışda deyir, fərqli nəticələr göstərilib və birinci yerə çıxan komanda 9 xal qazanıb. Gəlin 4 dənə komanda yazaq. A, B, C, D. 9 xalı necə yığmaq olar? 3 oyun keçiribsə, deməli 3 qələbə qazanıb da, başqa ehtimal yoxdur. 3 qələbə, 0 məğlubiyyət. Bu A komandasının oyunu olsun. İkinci yerə çıxan komanda 6 xal qazanıb. Deməli 2 dənə qalibiyyəti olub, bir dənə məğlubiyyəti. Kimə uduzub? A-ya uduzub. Çünki A hamını udub axı. Yoldaşlar, üçüncü yerin belə deyək, xal sayı nə ola bilər? Baxın, düşünə bilərsiniz ki, C və D-nin eyni xalları olsun. Bu mümkün deyil. Niyə mümkün deyil? Çünki deyir, hər komandanın topladığı xal bir-birindən fərqlidir. Və A komandası hamıya qalib gəlib deyə, deməli C-nin də 1, D-nin də 1 məğlubiyyəti var və B komandası da bir komandaya qalib gəlib deyə. Ona görə bu D komandası olacaq ki, 2 dəfə məğlubiyyəti olsun. Əgər C komandasında 2 məğlubiyyəti olsa, onda nə olar?
D ilə xalları bərabər olar. Onda C komandasının 2 məğlubiyyəti, 1 qalibiyyəti, D komandasının isə 3 məğlubiyyəti, 0 qalibiyyəti olacaq. Elə başa düşün ki, D komandası bütün komandaları uduzub. Ona görə heç bir xalı yoxdur. C komandası həm B-yə, həm də A-ya uduzub. Bir dənə D-ni udub, ona görə 3 xalı var. B komandası həm C, həm D-ni udub, ona görə 6 xalı var. A-nın da 9 xalı var. Hamını udub. Cavab 3-cü yerə çıxan komandanın cəmi 3 xalı var. 73-cü sual ardıcıllıq sualdır. Çox da rahat sualdır. Fikir verin. Vurub 5-ə, çıxıb 1. Yenə vurub 5-ə, çıxıb 1. Aşağıda isə bölüb 5-ə, gəlib 1. Aşağıda da vuracaq 3'e çıxacaq 1. Fikir verin. Vur 5 oldu böl 5. İndi vur 3 olacaq bölü 3. Çıx 1 oldu gəl 1. Çıx 1 yenə olacaq gəl 1. Kısacası bölü 3 gəl 1. Bu taktikayla görə hansı cavab doğrudur? Deyəsən cavab B variantıdır. Baxın 3'e bölüb 1 gəlib, 3'e bölüb 1 gəlib. Cavab B'dir, bəli. Növbəti suala keçid edirik. Növbəti sual belə bir sualdır, hansı ki, kifayət qədər primitiv bir sualdır. Baxın, 2 ulduz bərabərdir 2 dairə üstəgəl kvadrata. 3 dairə bərabərdir 1 kvadrat 1 ulduza. Sizdən də 2 kvadratı soruşur. Nə eləmək olar? Məsələn, tərəf-tərəfə çıxmaq da olar, toplamaq da olar. Gəlin baxın. Bax, yazıram ki, 2 dairə bərabərdir. Kvadrat çıxılsın. Daha doğrusu 2 ulduz çıxılsın kvadrat. Belə düşünə bilərsiniz ki, kvadratı sol tərəfə atdım. Oldu 2 ulduz çıxılsın kvadrat. Aşağıda da 3 dairə bərabərdir. Kvadrat üstəgəl ulduzu olduğu kimi saxlayıram. Bunları tərəf-tərəfə çıxsam, aşağıdakından yuxarıdakını çıxa bilərəm məsələn. Olacaq dairə, 3 dairə çıx 2 dairə, qalacaq 1 dairə. Bərabərdir. Kvadratdan mənfi kvadratı çıxanda eləyəcək 2 dənə kvadrat. Və 3 bucaqdan 2 dənə 3 bucağı çıxanda eləyəcək mənfi 3 bucaq. Və bu misalda da 3 bucağı atsanız sola, olacaq dairə üstəgəl 3 bucaq bərabərdir 2 kvadrat. Sizdən də 2 kvadratı soruşur. Bir dairə, bir 3 bucağın, daha doğrusu bir ulduzun, mən bayaqdan 3 bucaq deyirəm, üzürlü sayın, ulduz demək istəmişəm. Cavab olacaq təbii ki, A variantı. Yoldaşlar, mən indi bir rəsmi üslubla həll elədim. Siz yerinə qiymət də qoya bilərdiniz. Çox rahat sualı həll edə bilərdiniz. 75-ci sual komplektlər sualıdır. Bu sual Dövlət İmtahan Mərkəzinin dövlət qulluğu imtahanlarına son dövrlərdə düşməyə başlasa da, əvvəllər yüksəliş imtahanlarında da istifadə olunur və imtahandan bir gün öncə mən bu sualın düşəcəyini hiss edib YouTube-a qoymuşdum və yüzlərlə tələbə bu sual tipindən yararlanmışdı. Deyir ki, xassəsinə görə aşağıdakı fiqur hansı komplektdə birinci yoxsa ikinci komplektə uyğundur? Yoldaşlar, birinci komplektə fikir verin. Hər birinin sol tərəfindəki fiqur daha uzundur. Düzdür? Sol tərəfdəki fiqur daha uzundur. Aşağı komplektdə isə sağ tərəfdəki fiqur daha uzundur. Düzdür? İndi fikir verin, bu axtarılan fiqurun da sol tərəfindəki fiqur daha uzundur. Deməli, bu hansı komplektə aid olacaq? Birinci komplektə. Yoldaşlar, mən sadəcə düşünürəm ki, bu suallar uğurlu sual tipi deyil. Niyə? Çünki sualda müəyyən boşluqlar var. Əgər tələbə müxtəlif rakurslardan baxsa, məsələn, bu fiqurların oturacaqlarının eninə baxsa, belə qənaətə də gələ bilər ki, hər bir komplektdə bir belə deyək, qısa, bir uzun oturacaqlı fiqur var. Həm yuxarıda, həm aşağıda və düşünə bilər ki, bu fiqur hər ikisinə aiddir. Düzdür, məntiqli deyil. Yuxarıdakı komplekt ilə aşağıdakı komplektin xassələri bir-birindən fərqlənməlidir. Düz deyil. Lakin mən düşünürəm ki, bu suallarda biraz daha
ağıllı gedişlər eləmək olar. Yəni daha məntiqli suallar yaratmaq olar bu sual tipinə aid. Növbəti sualımız üçbucaq saymaq. Bu fiqurları nömrələyək. Baxın, yazıram bura 1, 2, 3. Sonra bu balaca hissəyə yazıram 4, 5, 6, 7, burada 8. Fikir verin, 1 özü, 8 özü, 5 özü, 4 özü və 3 özü. Bunlar özləri üçbucaqlar. Sonra fikir verin. Deməli, 8 ilə 6-da üçbucaqdır. Yox, üzr istəyirəm. 8, 6, 4. Uc hissəni görmədim. 8, 6, 4-də üçbucaqdır. Sonra 1, 2, 4-də üçbucaqdır. Sonra 1, 2, 3-də üçbucaqdır. Sonra 2, 3, 5. Bax, belə bir üçbucaqdır. 2, 3, 5. Sonra hansı üçbucağı gözdən qaçırtdıq? Mən neçə üçbucaq tapmışam? 4 dənə, 5 dənə də burada, 9. Biraz fikirləşin, bəlkə yenə var. Bu üçbucağı yazdım. 4, 6, 8. Sonra 5'i də yazdım, 4'ü də, 3'ü də. 1, 2, 3'ü yazmışam. 1, 2, 4'ü də yazmışam. 2, 3, 5'i də yazmışam. Nəyi yazmamışam? Hamısını yazdığımı düşünürəm. Yenə də yoxlamaq istəyirəm amma. Biraz əmin olmadım. Burada böyük bir hissə var. Mən buranı nömrələməmişəm. Burada 9 desəm, üzürlü sayın. Baxın, burada böyük bir üçbucaq var. Mən onu görməzdən gəlirəm bayaqdan. 1, 2, 3, 4 və 9. Bu hissəni nömrələməli idim ki, mən burada böyük bir üçbucağı da görüm. Onda belə çıxır ki, cəmi 10 dənə üçbucaq var burada. Növbəti sual. Vüsal, salxım. Bu məşhur anagram tipidir. Bir sözün sonu digər sözün əvvəli olmalıdır. 78-ci sual biraz qanunvericiliyə istinad olunub sanki. Deyir, hansı variantdakı ifadə nöqtələrin yerinə qoyulanda cümlə məntiqi cəhətdən daha da dolğun şəkildə tamamlanacaq. Dövlət qulluğunda qərəzsizlik prinsipi vəzifələrin yerinə yetirilməsində ədalətli və neytral yanaşmanı təmin edir. Bu çox rahat bir sualdır fikrimcə yoldaşlar. Niyə? Baxın, qərəzsiz. Tutaq ki, bir hakim var və o qərəzsiz qərar verməlidir. Mən heç qanunvericilikdən xəbərim yoxdur. Mən məntiqi cəhətdən yanaşıram. Qərəzsiz cavab verməlidir. Qərəzsiz belə deyə də qərar verməlidir. Düzdür? Sabah hakim bir qohumunu da mühakimə etmiş ola bilər. Sabah hakimin birinə yazığı da gəlmiş ola bilər. Nə bilim, başqa məsələlər də ola bilər. Qərəzsiz olmalıdır. Qərəzsizlik də nədir? Neytrallıqdır, ədalətlilikdir. Yəni, bilimcə çox rahat bir sual tipidir. Keçirik 79-cu suala. Bu sual çox qəribə, çox qəliz sualdır. Görün, nə ediblər? Deməli, bax, 8, 2, 15 və 7-ni toplayıblar, eləyib 32. 4-ə bölüblər, 8. Sonra bunları da toplayıb, 4-ə bölməlidirlər, eləməlidir 9. Onda belə çıxır ki, bunların cəmi 36 eləməlidir. 8, 8, 16, üstünə də 6 gələndə 22, üstünə də 14 gələndə 36. Sonra fikir verin, bunları toplayırlar, eləyir 44, yenə 4-ə bölürlər, eləyir 11. Bunları toplayırlar, eləyir 24, yenə 4-ə bölürlər, eləyir 6. Sütun boyunca ədədləri toplayıb 4-ə bölüb, digər sütunun başına yazırlar. Çox çətin sualdır. 80-ci sual bir o qədər rahat sualdır. Baxın, 10 gəlib, sonra 11 gəlib, sonra 12 gəlib, sonra 13 gəlib. Sonra da 14 gəlməlidir. Eləməlidir 124. Aşağıda isə 8 çıxıb, 12 çıxıb. 8 çıxıb, 12 çıxıb.
Yenə 8 çıxmalıdır, eləməlidir 94. İkisinin cəmi də 218. 80-ci sual D variantı. 81-ə keçirik. Bu tələbələrimiz də bizim vəsaitdə bu sualı görüblər. Əvvəllər də qəbullarda istifadə olunmuş sualdır. Birə-bir eynisi düşür. Necə rahat həll edə bilərik? Baxın, təbii ki, bu sualların həllini öyrənmək üçün siz geniş video izahlar və mövzu videolarını dinləməlisiniz. Lakin biz sınaq və qəbulları izah edən zaman düşünürük ki, baxan tələbə bütün proqramı bitirib. Ona görə sürətli izah edirik. Baxın, vərəq 2 bərabər yerə bölünür. 2-ni vuruqlarına ayırıram. 2 vur 1, 1 vur 2. Və onları toplayıram, eləyir 3. 28 ilə də 32-ni toplayanda eləyir 60. 60-ı 3-ə bölürük, eləyir 20. Cavab C variantı. Bu sualın geniş video izahı mövcuddur. Hansı ki, bir bütün həlli sizə göstərmişəm. Bu videonun altında pin eləyərəm, daxil olub baxarsınız. 82-ci sual aşkar operatordur deyərdim. Baxın, A ilə B-ni qoyacaq burada yerinə olacaq. A üstə gəl 2 vur 3. Olacaq A üstə gəl 6 bərabərdir. A ilə 3-ü də burada yerinə qoyacaq. Olacaq 4A üstə gəl 3. Buradan mənfi 3A bərabərdir mənfi 3. A bərabərdir 1. Sonra B-yə baxıram. B ilə 9-u qoyuram yuxarıda yerinə. Olur B üstə gəl 2 vur 9. Yəni B üstə gəl 18. Bərabərdir. B ilə 3-ü də aşağıda qoyuram. 4B üstə gəl 3. Buradan 3B 15. B də bərabər olur 5. Sonra aşağıda S ilə 18-i yenə yuxarıda qoyuram. Olur S üstə gəl 36. Bərabərdir. S ilə 30-u da aşağıda yerinə qoyuram. 4S üstə gəl 30. Buradan da 3S 6. S bərabərdir 2 çıxır. D ilə S-ni yuxarıda qoyanda, baxın, D ilə S-ni 3 bucaqda qoymalıyam. Olur 4D üstə gəl S bərabərdir. Yenə D ilə S-ni yuxarıda qoyuram. Olur D üstə gəl 14. Yoldaşlar, buradan S-ni də 2 bilirik axı. Yerinə 2 qoysaq, olacaq 3D bərabərdir 12. D bərabərdir 4. Və nəhayət sonuncunu da həll etsək. Y ilə D-ni 3 bucaqda yerinə qoysaq, olacaq 4Y. Üstə gəl D, D-ni də 4 tapmışıq. Bərabərdir. Y ilə 11-i də kvadratda yerinə qoysam, olacaq Y üstə gəl 22. Buradan 3Y bərabərdir 18, Y də bərabərdir 6. Deyir, A, B, C, D, Y-ni artma sırası ilə düzün. Qiymətlərin artma sırası ilə. Onda A birinci gəlməlidir, 1-dir. Sonra C, sonra D, sonra B, sonra da Y. Düzdür? Sonra da deyir, həmin hərfləri kodlarla əvəz edin. A-nı 1 ilə əvəz edin. C-ni 3 ilə əvəz edin. D-ni 4 ilə əvəz edin. B-ni 2 ilə əvəz edin. Y-ni də 5 ilə. Cavab olur 13, 425. D variantı. 82-ci suala da baxdıq. Keçirik 83-ə. A üstə gəl C 30-dur. Baxın, A üstə gəl C bərabərdir 30. A vur B 112. B vur C də 128. Tərəf-tərəfə bölsəm, B-lər ixtisar gedər. Qalar A-nın C-yə nisbəti bərabərdir 112-nin 128-ə nisbəti. Bunlar da neçəyə bölünür? Məsələn, tutaq ki, 4-ə bölsək 28 yuxarıda qalır. Aşağıda da 32. Bir də 2-yə bölsək nə olacaq? Yuxarıda 14 qalır. Aşağıda da 16.
Yoldaşlar, elə 14 ilə 16-nın cəmi A ilə S-ni verir də, daha ixtisar etməyə ehtiyac yox. Deməli A 14 imiş həqiqətən də. S də 16. İndi düşünün, A 14 isə 14-ü nəyə vuranda 100 belə deyək 12 edir. Təbii ki 8-ə. 112-ni 14-ə bölürəm, alıram 8. B alındı 8. Şifahi qiymətlər də qoya bilərdiniz. Təbii ki, riyaziyyatınız zəifdirsə, bu qədər tənliyə filan getmək istəmirsinizsə. 84-cü suala baxırıq. Çox primitiv bir kakoro verilib. Niyə bir imtahanda 2 kakoro verilib? O da biraz qəribədir. Çünki əvvəllər heç istifadə etməyiblər bu formatda, amma yenə nə eləmək olar? Rahat sualda həll eləmək olar. 12 ilə 11-in cəmi 23. 6 ilə də A-nın cəmi 23. Onda buradan A-nı tapırıq. A 17-dir. A 17-dirsə 17 nəyin cəmidir? 8 ilə 9-un. 11-dən 9 çıxıram 2, 12-dən də 8 çıxıram 4. Əgər 9 ilə 8-in yeni fərqli yazsaydıq, aşağıda hər ikisində 3 və 3 olacaqdı, təkrarçılıq olacaqdı. Tapdıq artıq 4, 2, 9, 8, 17-nin yerinə qoyub həll edirsiniz. 84-cü sualdır. Cavabı da C çıxmalıdır. 85. Düsturumuz var. Bucaq bərabərdir. 11 vur dəqiqə çıx. 60 vur S bölü 2. Bucağı tapma düsturu. Bilirsiniz ki 13, 30-u 0, 1, 30 kimi də yazmaq olar. Və bucaq bərabərdir. 11 vur dəqiqə, yəni 30. Çıx 60 vur saat. Saat da 1. Bölü 2. 330 çıx 60, 270. 2'ye də böləndə 135 dərəcə. Növbəti sual 86-cı sual. Mətn sualıdır. Biraz çətin sual kimi görünə bilər, amma məncə rahat formada həll edə bilərik. Yoldaşlar, bu sualda deyir ki, məktəbdə Elm və Təhsil Nazirliyi tərəfindən müxtəlif məktəblərdə yoxlamalar keçiriləcək. Bu yoxlamalara dair məlumatlar verilib. Mən indi cədvəl quracam ki, sualı rahat həll edə bilim. 2 mətn düşüb bu imtahana. Biri budur, çətin. Digəri isə bundan qat-qat asandır, su kimi sualdır. Baxın, deməli, nə var? 6 məktəb var, 1, 2, 3, 4, 5, 6 sayılı və günlər var. Deməli, yazıram. 1-ci məktəb, 2-ci məktəb, 3-cü məktəb, 4-cü, 5-ci və 6-cı. Günlər də bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə və şənbə. Yoldaşlar deyir ki, 4 sayılı məktəbdə yoxlama ya bazar ertəsi ya da şənbə günü olacaq. 4 sayılı məktəbdə ya bazar ya şənbə olacaqsa, deməli 2, 3, 4 və 5-ci günlər olmayacaq. Ya bazar ertəsidir ya da şənbə. 5 sayılı məktəbdəki yoxlama 3 sayılı məktəbdəkindən sonra olacaq. Baxın, 3 sayılıdan sonra olacaq 5 sayılıda. 3 sayılı deməli axırıncı deyil də, şənbə günü 3 sayılını yoxlaya bilməzlər. Çünki hələ 3 sayıldan sonra 5 var. 5-dən də qabaq 3 olduğu üçün onda 5 də birinci gün yoxlana bilməz, bazar ertəsi. Deyir, 6 sayılı məktəbdəki yoxlama 3 sayılıdan əvvəl olacaq. 6 sayılıda 3 sayılıdan əvvəl olacaq. 3 sayılıdakı yoxlama 1 sayılıdakından bir gün əvvəl olacaq. 3 sayılıdakı bir gün əvvəldirsə, deməli, bir nömrəli məktəbdə bax, bura düşəcək. Ne fikir verin. 5 sayılı məktəbdən qabaq 3 məktəbi görürəm. Deməli, 5 sayılı 1-ci, 2-ci və 3-cü gün ola bilməz. Sonra 1 sayılı məktəbdən də qabaq 2 dənə məktəb var. Deməli, 1 sayılı 1-ci və 2-ci gün ola bilməz. 6 sayılı ola bilməz. Sondan 3 məktəb var, axı özündən sonra 3 məktəb var. Deməli, 6 sayılı şənbə, cümə və cümə axşamı ola bilməz. Sonra nəyə baxa bilərik? 3-cü məktəb var, ha. Ondan da sonra 2 məktəb var, axı, 1 ilə 5. Deməli, 3-cü sayılı məktəbdə şənbə və cümə ola bilməz. Çünki ondan sonra hələ
2 məktəb var. İndi bizə deyir ki, 2 saylı məktəbdə yoxlama çərşənbə günüdürsə, 3 saylıdakı yoxlama cümə günü olmalıdır. Necə olsun? 3 saylıda cümə günü ola bilməz. Deməli, 2 saylıda da çərşənbə günü deyil. Çünki 2 saylıda çərşənbə günü planlaşdırılsaydı, məcbur 3 saylıda da cümə günü olardı. Amma mümkün deyil. Deyir, 2 saylı məktəbdə yoxlama çərşənbə günü planlaşdırılmayıbsa, o zaman 3 saylı məktəbdəki yoxlama cümə axşamı olmalıdır. Bəli, 2 saylıdakı çərşənbə gününə planlaşdırılmayıb. O zaman 3 saylıda nə olmalıdır? Cümə axşamı olmalıdır. Cümə axşamı. 3 saylıda cümə axşamı. Onda digərlərinə minuslar doldurdum və cümə axşamında digərləri üçün minuslar qoydum. Deyib, çərşənbə axşamı gününə hansı məktəbdə yoxlama planlaşdırdım? Bunu üstündən bir də keçərək tapa bilərik. Çərşənbə axşamı ya 6 saylı olacaq, ya da 2 saylı. Gəlin bir də üstündən keçim. 4 saylı məktəbdəki yoxlama ya bazar ertəsi, ya da şənbə günüdür. 4 saylıda ya bazar ertəsi, ya da şənbə günüdür. 5 saylı məktəbdəki yoxlama 3 saylı məktəbdəkindən sonra olacaq. Baxın, 3 saylıda 3-cü gündür. Fikir verin. 3 saylıda cümə axşamıdır. 3 saylıdan sonra 1 var, sonra 5 var. Deməli, 1 nömrəli məktəbdə cümə günüdür yoxlama. Minusları doldurduq. 5'ə də qaldı, 5 saylıya da qaldı şənbə günü. 4 saylı məktəbə də qaldı bazar ertəsi. 2 saylıya da qaldı çərşənbə axşamı. 6 saylıya da qaldı çərşənbə. İndi çərşənbə axşamı günü hansı məktəb yoxlanacaq? 2 saylı məktəb. Bax belə. Bəlkə də biraz çətin gəldi. Yenidən videonu dayandırıb əvvələ qayıdıb izləyə bilərsiniz. Biraz elə sual idi ki, son bəndləri oxuyandan sonra əvvəllərə qayıtmaq vacib idi. 87-ci sual tapmaca xarakterli cədvəldir. Baxın, 324-ün üstünə 298 gəlib, 622 edib. 138-in üstünə 467 gəlib, 605 edib. 384-ün də üstünə 483 gələndə 867 eləyir. Cavab D variantı. Növbəti suallara keçirəm. Çox maraqlı və rahat bir sualdır. Deyir, bu fiqurlar birləşəndə hansı fiqur əmələ gəlir? Baxın, bu sol tərəfə yerləşdirilir. Bu üç bucaq da elə sağ tərəfə, onun yanına. Bu üç bucaq bura, bu birisi də onun üstünə. Cavab C variantıdır. Bu mətin isə çox rahatdır. Az sonra izah edəcəm. 89-cu sual. 89-cu sualda verilmiş kubla eyni variantları istəyir. Baxın, gördüyünüz kimi kvadratla dairə qarşılıqlı üç kimi verilib, amma ikinci sualda qonşudurlar. Bunu bura aşıracağız. O ona yapışacaq. Bilirsiniz ki, qarşılıqlı üzlər bir-birindən yapışa bilməz. 2-də yapışıb. Ona görə 2-ni silirsiniz. Sonra başqa hansı ehtimalı dəyərləndirə bilərik? Yəni, ümumiyyətlə, 2-ni silək variantlardan. Qaldıq onda digər variantlar arasında. Gəlin 3-ə baxaq. Məsələn, fikir verin yoldaşlar. Bax, bu qara dairə qarşılıqlı üzü olan pəncərəyə oxşayan üzün hansı tərəfinə paraleldir? Qara bu 2 dənə xanaya paraleldir, düzdür? Amma biz 3-cü fiqurda bu fiquru sola doğru aşırsaq, qara xana, qara şarik burada necə dayanacaq? Qalxacaq bura yuxarı. Fikir verin, həmin o qara şarik bu 2 dənə balaca üzdən paralel olmadı. Sanki aşağı tərəfdə oldu. Ona görə 3-də absurddur, səhvdir. Ona görə elə cavablardan 3-ü də silsək, variantımız qalır 1-5. Digər mətnə baxırıq. Bu çox rahat mətindir. Gəlin dəyərləndirək. Mətnin elə vizual ölçüsü belə bizə izah edir ki, bu sualı 1 dəqiqəyə, dəqiqə yarıma
imtahanda yazmaq olar. Deyir, eyni sinfin 5 məzunu, 5 şagird. Onlar kimdirlər? Adil, Bilal, Cəmilə, Davud və Esmira 5 fərqli universitetə daxil olur. Onların adlarını yazıram, uşaqların adlarını yazıram. Adil, Bilal, Cəmilə, Davud və Esmira. Qəbul olduqları universitetlər BDU, sonra BSU, sonra STU, GDU və LDU. Deyir ki, Adil ya LDU ya da SDU-ya qəbul olub. Adil ya LDU ya da SDU-ya qəbul olubsa, deməli, GDU-ya, VSU-ya və BDU-ya qəbul olmuyor. Düzdür? Esmira BSU-ya qəbul olmuyor. Esmira BSU-ya qəbul olmuyor. Qızlar BDU-ya qəbul olmuyor. Qızlar Esmira ilə Cəmilədir. Deməli, Esmira ilə Cəmilə BDU-ya qəbul olmuyor. SDU və GDU-ya oğlanlar qəbul olub, yəni qızlar qəbul olmuyor. SDU və GDU-ya. Onda Cəmilə və Esmira üçün SDU-ya da, GDU-ya da minus qoyuram. Esmiranın hara daxil olması artıq bəllidir. LDU-ya daxil olur. Fikir verin, Cəmilənin də hara daxil olması bəllidir. BSU-ya daxil olur. Adil də SDU-ya qəbul olub. Bu billəri hələ dəqiq bilmirik. Deyir, kimləri dəqiqliklə müəyyən etmək mümkün deyil. B kimdir? Bilal, bir də ki D. D kimdir? Davud. Bilal'la Davud, 2 ilə 4. Cavab A variantı. Keçirik 91-ci suala. Baxın, bu sualda biraz boşluq var, açıqlayacağım nə boşluq. Fikir verin, boz figur sağa fırlanıb 90 dərəcə, olub mavi rəngdə. Sonra bu üç bucaq da sağa fırlanıb 90 dərəcə, bu üç bucaq isə 180 dərəcə fırlanıb girib bura. İndi yoldaşlar, boz mavi olubsa, mavi də bozmu olmalıdır. Bu hissə biraz qərəzlidir. Əslində elə bir sual tipidir ki bu, başqa ehtimal yoxdur. Çox müəllim bunu qəbul etmir. Deyirlər ki, belə məntiq olmaz. Amma başqa ehtimal, variant yoxdur deyə. Variantlarda qırmızı rəng yoxdur, nə bilim, qəhvəyi rəng yoxdur. Niyə? Özünüzü yorasınız ki. Baxın, boz mavi olubsa, mavi də nə olmalıdır? Rəngin dəyişib boz olmalıdır. Ona görə bunlar getdi. Və içəridəki bu ən balaca üçbucaq 180 dərəcə fırlanmır. Onu da 180 dərəcə fırladanda qoy görüm 180 mı fırlanır? Yox, əslində burada heç 180 belə fırlatmayıblar. Başqa ehtimal qalmayıb. Baxın, bu üç bucaqla bu üç bucaq eyni üç bucaq. Sadəcə fırlanıb. İndi bu üç bucağın eynisini axtarsaq variantlarda B-dən başqa variant yoxdur. Yəni heç A və C variantları da uyğun gəlmir. Avtomatik cavab olur B variantı. Biraz uyğunsuz sualdır. Fikir verirsiniz, çox məntiqli deyil. Amma başqa yazılası cavab variantı da yoxdur. Ona görə bu nöqteyi nəzərdən belə suallarda çox vaxt itirməməyinizi tövsiyə edirəm. 92-ci sual hələ bir qırğın sualda 93-dür. İndi müzakirə edəcəyik. Baxın, deməli A plus A, yəni 2A bərabərdir A kvadrat böl 4. Bunu sadələşdirsək, A kvadrat bərabərdir 8A, A da bərabərdir 8 alırıq. C ilə də A-nın cəmi 11-dir. A-nın yerinə 8 qoyanda C də avtomatik 3 çıxır. B ilə də C-nin hasili 45-dir. C 3-dürsə, nəyi 3-ə vuranda 45 edir? 15-i. B də deməli 15-dir. Tüm bunları yerinə qoyursunuz. ABC-nin cəmini istəyir. 15, 8, 23, üstə gəlir 3, 26. 95-ci sualda həll eləyək. Elə dərhal yanındadır. Baxın, K-nın bir dənə xətti var. Tez bura yazdım K. K qonşudur L ilə. Tez bura yazdım L. L-nın 3 xətli qonşusu M-dır. L-nın 3 xətli qonşusu M-dır. Digər 3 xətli figurumuz P-dir. P ilə qonşudur 2 xətli T.
və həmçinin T-nin əldə qonşuluğu var və sübut edə bilirik. N isə qonşudur M ilə və P ilə. Fikir verin, M ilə və P ilə. Deməli, X və Y-i tapdıq. X T'dir, Y də N'dir. 96-cı və 93-cü suallara baxırıq. 96-da nə edib? 2 vur 2 vur 2, 8, 2 çıxıb 6. 4 vur 4 vur 4, 64, 4 çıxıb 60. 1 vur 7 vur 1, 7, 5 çıxıb cavab 2. 93-cü sualda fikir verin. Bu narıncı rəngli fiqur ya yuxarıdadır ya aşağıda. Ya yuxarıdadır ya aşağıda. İndi yuxarıda olmalıdır. Ona görə A variantı getdi. Qara fiqura baxın. Ağ və qara fiqur yalnız ortada görünüblər. Ağ, qara, boz yalnız ortada görünüblər. Növbələşmə var da deməli burada. Birinci ağ gəlir, sonra qara, sonra boz, sonra təzdən ağ gəlibsə, deməli sonra təzdən nə gəlməlidir? Qara. Onsuz da bütün fiqurların mərkəzində qaradır. Göyə baxın. Göy yuxarıdadır, sonra düşüb aşağı, sonra keçib sola, sonra qalxıb yuxarı, indi təzdən sağa keçməlidir. Ona görə D-də getdi. Bura kimi hər şey məntiqlidir. Bir dənə yaşıl fiqurun hərəkəti biraz pisdir. Baxın, qalxıb yuxarı. Sonra düşüb təzdən aşağı, amma bir vahid sola keçib. Sonra təzdən qalxıb yuxarı, bir vahid sağa keçib. İndi təzdən düşməlidir aşağı. Nə burada düşməyib, nə də burada. Və həmçinin sola keçməlidir. Ona görə cavab olub Y variantı. Bax belə. Amma yenə də bəyənmədiyim bir sual oldu son qəbulların birində. Yəni may qəbulunda bu, mayın A-səsi. İzah edirik son 3-4 sualı, 94-cü sual. Bu sual üçün elə gözəl bir həll yolu demişəm ki, həll eləməmək mümkün deyil. Baxın, deyir, hər bir qrupdakı qadın, 7, daha doğrusu 8 qrupa bölünüb turistlər. Kişi, qadın və uşaqlar. Deyir, hər bir qrupdakı qadınların sayı digər qruplardakı uşaqların sayına bərabərdir. 8 qrup var. Bir qrupun qadınlarının sayı digər qrupların, yəni digər 7 qrupun uşaqlarının cəminə bərabərdir. Hər bir qrupdakı uşaqların sayı isə digər qruplardakı kişilərin cəminə bərabərdir. Digər kişilər, digər qruplardakı 7 qrup var axı. Ona görə yazdım belə. Deyir, bu qruplardakı insanların sayı, yəni uşaqlar, üstəgəl qadınlar və üstəgəl kişilər nədir? 165-dən kiçik ədəddir. Kiçik yazmalıyam bura. Kiçikdir 165-dən. Yoldaşlar, biz kişiləri 2 kimi saxlasaq. Uşaqların yerinə yazsaq 7-2. Qadınların da yerinə 49-2 yaza bilərik, düzdür? Çünki bunun yerinə 7K qoyanda 7 vur 7, 49 edir. Kiçikdir 165, düzdür? Bunu da sadələşdirsə eləyir 57, K, kiçikdir 165. Bax, K-ya bir qiyməti versəz, cavab eləyəcək 57. Yəni, bu qruplarda 57 adam var. Həqiqətən də 165-dən kiçikdir. K-ya 2 versəz, eləyəcək 114. Bu qruplarda 114 adam var. Həqiqətən də 165-dən kiçikdir. Amma K-ya 3 versəz, 171 eləyir. 165-dən kiçik deyil. Deməli, mən cavab olaraq ya 57-ni götürməliyəm, ya da 114-ü. Deyir axı mənə, tək ədəddir. Onda 114-ü yox, 57-ni götürürəm. Cavab A variantı. Yoldaşlar, bu neft sualında bəlkə sizin üçün bir 50 dəfə fərqli nümunələrdə izah etmişəm, işləmişəm. Yenə də, baxın, eyni misaldır. 7-də 1, 7-də 2 və 7-də 4 verdiyi üçün 7 barel götürürəm nefti. 7-nin 7-də 1-i 1 barel eləyir. 1-i vururam 52-yə. 52-yə. Üstə gəl, 7-nin 7-də 2-si 2 barel eləyir. Onu vururam 61-ə. Və üstə gəl, 7 barelin 7-də 4-ü də 4 eləyir. Onu da vururam 44-ə. Və bütün bunları 7-yə bölüb orta qiymət tapıram. 350 böl 7 eləyir 50 dollar. Bizə də şərtdə deyir ki,
Azərbaycan nefti 60 dollara satılsa, neft fondumuzda 51,7 milyard pul olacaq. Amma indi 50 dollara satılır. Deməli 10 dollar ucuzlaşıb. Düzdür? Şərtdə də deyir ki, hər 10 dollar ucuzlaşma 0,7 milyard azalma deməkdir. 51,7-dən 0,7 milyard çıxanda elə 51 milyard qalır. Cavab A variantı. İndi 98-ci sualı izləyirsiniz. Baxın, niye burada 4 alınıb? Çünki 2'nin üstü 2 4'tür. 3'ün üstü 3 27'dir. Deməli, bax, bu figurun işarəsi 2'dir. Bunun işarəsi 3'tür. Bu 4'tür. 4'ün üstü 4 256. Bu da 5'dir. Və 5'in üstü 5'dirsə Fikiverin 5-ci mərtəbəyə yazıblar. 3'ün üstü 3'dürsə Fikiverin 3-cü mərtəbəyə yazıblar. Şimdi bu nümunəyə baxa bilərsiniz. Fikiverin bu nə idi? 4. 4'ün üstü 4. 256. Böl. Bu da 2'nin üstü 2'dir. 4. Çıxılsın. 2 verin. Bu da yine 4'ün üstü 4. 256. Böl. Bu da 2'nin üstü 3 deməkdir. Yani 8. Beraberdir. Yine 4'ün üstü 4. 256. Böl. 2'nin üstü 3. Yani 8. 2 verin. 256'nı 4'e böləndə eləyir 64. 64 çıx. Bu da eləyir 32. Bərabərdir. Həqiqətən də 256 bölü 8 32 edir. Bərabərliyi sübut edə bildinizsə, artıq aşağıdakı misalı həll edə bilərsiniz. Sərbəst sual kimi özünüz cəhd edin və belə deyək, sualınız olsa ya dəstə verin, ya kursunuzun tələbəsi deyilsinizsə, videonun altında sualınızı ünvanlayın, əlimdən gələn köməyi göstərməyə çalışın. 99-cu sual. Evin olur mərtəbələri, pilləkənin də olur pillələri. Cavab A. Və 100-cü sual. Ki verin, bu ox işarəsi neyinir? Figuru qaraldır. Arxası rombla bitən ox işarəsi 90 dərəcə döndərir sola və hər iki tərəfi romb olan figur isə figuru 180 dərəcə döndərir. İndi sonuncuya hamısını tətbiq etmək lazımdır. Birinci 180 dərəcə döndərəndə o yenə özü kimi görünəcək. İkinci 90 dərəcə sola döndərəndə o bax belə görünəcək. Üçüncü isə qaraldır. Bu da qaralanda A variantı olacaq. Bax belə. Yoldaşlar, bu faydalı videolar sizin imtahandakı uğurunuz üçün əvəz olunmazdır. Bu bir təvazökarlıq deyil, bu bir həqiqətdir. Dövlət İmtahan Mərkəzinin dövlət qulluğunda təşkil etdiyi imtahanları bir mənalı olaraq hər birini sizlərə təqdim edən yeganə müəllim mənəm və məntiq informatika üzrə bütün imtahan suallarını kanalımızda görməyə davam edəcəksiniz və sizi növbəti videolarda son qəbul, yəni iyun qəbulları ilə BB kateqoriyasının qəbulları ilə tanış edəcəm. Kanalımı izləmədə qalın. Hamınıza uğurlar. Allah imtahanda sizə ən uğurlu nəticələri görməyi qismət eləsin. Salamat qalın.